Mən birinci sürəmdə Gürcistana getmişdim. Kişilər kəndin içində haravıyla, eşəklə otururdular. Gedəndə Amma siz Volkswagen'lə bax girmişsiniz kəndə. hamı qurudu qaldı ki, arvad maşın sürür, bu bundan qabağa. Aha. Elə bir kənd idi, orada eşəkdən başqa heç kim yoxdur. Sen girmiştin bu okanda. Kəndə getmişdim də qohumlarımız var idi orada. Dedin eşek olur. Qonaq gedib də maşınla kəndə qonaq gedib. Araba ilə, eşəklə işləyirlər də belə. 1.8'de hala bu. 108-dir, turbadır. Siz nə adınızı bilək? Adım Zülfiyə. Nə kimi problemlərlə rastlaşmısınız? Bəylərimiz sizi necə yolda gedərkən sıxışdırıb mı avtomobilinizi? Yaxça. Hə. Bu illərimi yaxşı yola vermişəm. Neçə ildir bax sürücüsüz? 12 ildir sürücüyəm. Maşallah olsun. Əvvəl hansı avtomobillə başlamısınız? Əvvəl Opel Astra ilə, elə onu eşidəndə titrəm. Aha. Demək istəyirsiniz ki, Opel Astra'nın adını eşidəndə sizə pis təsir eləyir. Bu təzəsidir, mən köhnəsindən. Köhnələrdən deyəsiniz ziyan çəkmisiniz. Artıq xanımın avtomobilinə baxanlar var, alıcılarımız gəlib. 6000. 2003. Motor 1.8. 1.8 turbo. Bax siz baxırsınız da maşına, deyəsən bəyənmisiniz. Xanımdan, xanım sürücüdən maşın almağa dəyərmi? İzləyicilərimiz üçün də çox maraqlıdır. Əslən haralısınız? Gürcüstanlı. Gürcüstanlı. Marnauldan. Aha, Marnauldan olan izləyicilərimizi də salamlayırıq. Görək xanım sürücümüzün avtomobilinin vəziyyəti necədir? 2003. Qiyməti aldım. Neçənci avtomobiliniz olur? 10-cu 10-cu maşın. Qabaqdandan almışam. Rus maşını sürmüsünüz heç? Yox. Yox. Yox, dörd avtomat. Çəşmin lap o vaxtından 30 il bundan qabağa sürərdim. Aha. Qoca vaxtımda sürürdüm, ləzzət. Maşallah, nə olub ki sizə? Bundan da yaxşısını Allah qismət eləsin, sürəsiz. Sonuncu qulluq bütün dəyişmişəm, hər şey, nəyi var, problemi yoxdur. Bax bu Volkswagen biraz başı bəlalı maşındır. Bəlalıdır, amma mənim Bax üçün sizi bu bəlaya kim urcaq elədi? mən özüm bunu istəyirəm. Siz bunu sevdiniz aldınız. Bunun gedişi, sürüşü, rahatlığı yaxşıdır. Bundan qabağa elə bax bu bazardan aldım. Bax 2 ildir sürürsüz bu maşını. Bəli. Nə çətinlik yaşamısınız? Çətinliyim odur ki, dəyişmişəm, motorunu yıldırmışam. Gələ də. Havaşlarını hamısını yıldırmışam. Sizi yaman işə salıblar ha. Heç işə salmayıb, bu boyda sürmüşəm də maşını. Aha. O da problem mənim olub. Aha. Remenun dəyişiləsiymiş 6 aydan sonra. Mən onu dəyişməmiş sürmüşəm, o da qırıq şeylər dəyişdi. Əy. Motora problem yaradı. Bir xanım sürücülərimizdən danışaq da, bəhs eləyək. İldən ilə Azərbaycanda xanım sürücülərimizin sayı artır. Motoru da yığılıb.